Fu, daha da dəqiq söz deyim, heç istəməyən nə deyəcəksən, sən tanımayana da verirsən. Səni tanımır heç o. Mərifəti yoxdur sənə, onu da verirsən. Onu da dərgahından atmamısan. Burada hansı addır? Allahın mun'im adı. Ya mən yu'til kəsirə bil qalil. Düzdür? Yaxşı. Ya başqa bir dənə Rəcəb ayının dualarından biridir. Ya Hazır, ya Cabir. Cabir də Allahın adlarından biridir. İnşallah bir vaxt bu Allahın adlarını sizə izah eləyərəm. Ya Hazır, Rəcəb ayının dualarından da. Ey Hazır, ey məni görən, müşahidə edən. Ya məsələn Ramazan ayının duası. Ya Əliyyu, ya Azimu. Ramazanda oxuyurdıq. Ey Əzim, ey Ali Allah. Ya Gafuru, ya Rahim. Ey Gafur, ey Rəhimli. Əntər Rabbul Azim. Sən çox əzəmətlisən ha. Onu biz Ramazan ayında oxuyurduq. Bu adlara fikir versən, Rəcəblə Ramazanın adlarına bax, çəkilən adlara bax. Sanki bizi təzəkkür edir, ayıldır, oyadır. Ayıl, oyan ki, bəhrələnə biləsən bu 3 aydan. Allah o ayın dualarına, ehtiramına gələn ildə bizə nəsib eləsin inşallah. Bu adlar bizi ayıltdı, yaxşı. Bu adlar bizi ayıldır. Elə ki ayıldın, qəlbin dili açılmağa başlayır. Qəlbin dili açılır. Bir var qəlb danışır, bir var dil danışır. Bir var dil danışır, qəlbə diktə edir, bir də var qəlb danışır. Bu da fərqli bir şeydir. Bəzi vaxt dil qəlbin dediyini demir. Hətta əksinə bəzi vaxt qəlb başqa fikir deyir, dil başqa söz deyir, zahirən yalandan. Zahirən və yalandan. Peyğəmbər zamanında da Hüdeybiyyə sülhü olub, bilirsiniz, Hüdeybiyyə sülhü baş verir. O Hüdeybiyyə sülhü olanda Quranda ayə belədir, İnna fətəhnə ləkə fəthən mubinən, biz sənə fəth verdik. Bunu bir vaxt izah edirəm, bu surə maraqlı surələrdən biridir. Fəth surəsini görüm, nəsib olsa bir vaxt bu Hüdeybiyyəni də açaram sizə, izah edirəm. O Hüdeybiyyə sülhündə Peyğəmbər ki, Məkkə müşriklərinə sülh eləyir. Orada bəzi səhabələr narazı olur. Hətta bəzisi var, Peyğəmbərə deyir, biz sənə Peyğəmbərliyivə şəkk elədik. Çünki sülhdə bəzi maddələr var idi, razılaşa bilmirdilər. İnşallah izah verərəm o sizə. Çox təəssüf olsun. Bir qrupu da getmədi heç Peyğəmbərlə Məkkəyə. O sülh necə baş verdi? Peyğəmbər 1400 nəfərlə üst tutdu Mədinədən Məkkəyə ki, getsin Kəbə evini təvaf eləsin. Müşriklər keçdi qabağında, dedi, imkan verməyəcək. Sonra yaxşı, bir şərtlə ki, bu il yox, gələn illər gələ bilərsiniz, gələn il gəlsiniz, 3 gün icazə verərik. Belə bir şərtlərlə razılaşdılar. Amma buradan ki, karvan çıxırdı, gelirdi Məkkəyə, bəziləri etiraz edirdi ki, hara gelirsən, ölümü ara aparsan insanları. Ölümü ara aparırsan. Əksinə ölümlə yox, böyük bir dənə fəthlə qayıdır Peyğəmbər. Bir fəthin bünövrəsi qoyulub. Heç nə də ölüm itim olmadı. Hətta Peyğəmbərin qoşununun izzəti çıxdı ortaya və s. Qaydanda, yolda Allah Taala Peyğəmbərə vəhy elədi. Ya Rasulallah, getməyənlər var ha, o getməyənlər. Sən yaxınlaşanda səyəqulul ləkələ muxalləfun. O sənə qoşulmayıb gedənlər var, Mədinədən çıxmayanlar. Onlar gəlib sənə deyəcəklər, minəl ərab, ərəblərdən bəzisi. O səhabələr ki, getməmişdi bir qism onlar. Şəğələtnə ənvaluna və əhluna. Biz gələ bilmədik, bağışla da ya Rasulullah, belə deyək də, indi övladlarımız evimizi qoyub çıxa bilmədik, işlərimiz var idi, filan, bəhanədir. Amma Peyğəmbər, fəstəğfirlənə, indi bu öz yerində, sən də istə Allah bizi bağışlasın. Gördülər, Peyğəmbər uğurla qayıtdı. Bəzilər neytraldadır, yəni uğur qazansın yanındadır. Səni gözləyir.